Bu T hərfi tunnelbana deməkdir İsveç dilində. Metro mənasını verir. Bu da şəhər elektriskasıdır. Burada da pirojnalar var. Belə pirojnalar içi kremli. O, taksimək gəl. Dedi falafeldir, bu dadına baxaq. Bizim yeməklərimizdən yoxdur da, valla. Yəni, nəyimiz olmasa da yeməyimizə heç kim çata bilməz. Heç bir ölkə bizim yeməklərimizə çata bilməz. Hər vaxtınız xeyirli olsun. Sizi İsveçin paytaxtı Stockholm şəhərinə salamlayıram. Çox insandan mənə mesaj gəldi ki, bəziləri hətta xahiş elədi ki, biraz Stockholmun küçələrini çəkim göstərim, burada olan dükanları, insanları. Bu günləri sizin o xahişinizi yerinə yetirmək üçün çıxdım, şəhəri biraz gəzim, küçələri göstərim sizə. Düzdür, bəzi yerlərini göstərmişəm, amma bu günləri sizə göstərmədiyim yerləri də göstərməyə çalışacağım. Hal-hazırda T-Centralen metrosunun yanındayam. Bura çıxışıdır. Buranı da əvvəl başqa videolarımda göstərmişəm. Bura şəhərin tam mərkəzidir. Burada yuxarı yol var. İstəyirəm oradan Hötorget metrosu deyə bir metro stansiya var. Oradan başlayayım sizə, göstərim biraz ətrafı. Sonra başqa küçələrdə gəzə-gəzə sizə göstərməyə çalışacağım. Bu hissələri sizə tam göstərməmişdim, səhv xatırlamıramsa. Bu hissə T-Centralenin ön tərəfidir. Burada içəridə, bu gördüyünüz yerdə restoran var. Digər tərəfə də keçdikdə Galeriya deyə bir shopping center var. İndi mən ora girməyəcəm. Burada da görürsünüz quşları isinirlər. Mən indi ora qaleriyana girməyəcəm, çünki bugün sizə ən çox istəyirəm şəhəri göstərim, küçələri göstərim. Buradan çıxaq yuxarı. Bu binanı remont edirlər. Hal-hazırda mən dediyim kimi T-Centralen metrosundan çıxdım. Buradan Hötorget metro stansiyasına gəlirəm. Aralarında elə uzun məsafə yoxdur. Elə burada gəzə-gəzə 2 dəqiqəlik yol edir. Nəyə görə iminli oradan göstərdim sizə? Çünki bura gələn insanlar, turistlər ən çox T-Centralen metrosundan düşürlər. Çünki mərkəz metro olduğu üçün hər yerə yaxındır. Buradan gəzə-gəzə Köhnə şəhər deyə bir yer var, Gamlastan. Orada getmək olur gəzə-gəzə. Hətta digər tərəflərdə də getmək olur. Mən indi orada bu metro stansiyanı seçirəm ki, qatma-qarışıqlıq olmasın. Buradan tapmaq daha rahat olur hər yeri. İlk öncə buranı çəkim üçün biraz ətrafı göstəreyim. Burada hal-hazırda bayırda çox adam yoxdur. Günün günorta vaxtıdır. İnsanlar İşdə gücdədir, həftə içidir. Bugün mənim iş günüm deyil. Ona görə elə yaxşı yerinə düşdü ki, məhz bu günləri çəkim. Həm də hava çox soyuqdur. -9 dərəcə idi bayaq baxanda. Sizə buraları göstəreyim. Küçələri görmək istəyən insanlar üçün çəkirəm bunu. Burada bir metro stansiyadır. Gördüyünüz o T, bu T hərfi tunnelbana deməkdir İsveç dilində. Metro mənasını verir. Bunu görsəniz hardasa T işarəsini bu o mənanı verir. Metro. Bura metro gələcəyidir. Hötorget stansiyasıdır. Burada da belə xırda dükanlar var, restoranlar var.
Bura gələn turistlər buraları gəzirlər. Ən çox yəni, bu hissələri gəzirlər. Düzdür, o qədər hissələr var ki, daha mənzərəli, panoramalı mənzərəsi olan yerlər də var. Bugün inanmıram ki, oraları çəkməyə vaxtım olsun. O yerlərdə qalsın başqa bir videoya. Bura Hötorget dediyim yerin mərkəzidir. Burada görürsünüz ki, yarmarkalar olur. Bugün nəsə azdır yarmarka, bəlkə havaya görə. Burada çoxlu, belə gördüyünüz kimi yarmarkalar düzülür. Bütün buradan hər yer, hər tərəf, hətta ortada belə yer olmur. Yay fəslində ən çox burada meyvə tərəvəz satırlar. Sumkalar var orada, sumka satırlar. Bu kimdirsə, qardaş oturub çərdə. Bu ya Hindistanlı olacaq, ya Pakistanlı. Gördüyünüz sumka markalarda elə belə adi, ucuz, necə deyərlər, adına razı sumkalardır bunlar. Çünki bu qiymətə olan sumkalar inanmıram ki, dözümlü sumkalar olsun. Qiymətlər budur, 500 kron. Azərbaycan pulu ilə hesablasaq və yaxud da euro ilə hesablasaq təxminən dollarla deyək də 50 dollar eləyir. 50 dollar, 60 dollar, 10 krondan hesablayın da. 1 dollar 10 kron kimi hesablasaq, elə saymaq daha rahat olar. Belə uşaq oyuncaqları var, Labubu oyuncaqları. Bunlar inanmıram ki, orijinaldır, 100 krona satıblar bunlar, çünki çox baha olurlar. Belə fındıq fıstıqlar da satırlar. İrəlidə də Novruz bayramı gəlir. Elə yerinə düşür. Belə kişmişlər var. Qiymət 150 kron. Ətraf bu şəkildədir burada. İndi başqa bir küçəyə də gedəcəm. Oraları da göstərəcəm sizə. Burada da bir market var. Hay market yazılır bura. İndi bilmirəm ora nədir, dükandır yəni. Gül satırlar burada. Üstünü də belə klokla bağlayıblar yəqin. Güllərə ziyan dəyməsin soyuqdan deyə. Belə paltarlar var. Futbolkalar. Burada da belə bayraqlar. Restorandır deyəsən. Baxın dəqiq. Levranı. Pauls. Bəli, bura restorandır. Deməli, bura nədir bu yer? Bura kinoteatrdır. Stockholm'un ən böyük kinoteatrlarından biridir. Yəni, buralara gəlsəz xəbəriniz olsun. Buranın alt tərəfində bir dənə də gözəl yarmarka var. İstəyir sonra da göstərim sizə. Orada qəşəng delikates kalbasalar, sasikalar da var. Yerli, milli. İstəyirəm girim oraya çəri. Deməli, buradan girəndə kinoteatrdır. Buradan da girəndə elə buradan girim. Burada yarmarkalar olmalıdır, çox gözəldir. Girək buranı da çəkək. Burada da fast foodlar var.
Belə xırda dükanlar. Bunlar zeytun yağlarıdır, sirkədir, limonadlardır, cürbəcür zeytun yağları, cürbəcür qablarda. İsveçin öz milli markasıdır bu. Burada da Japon yeməkləridir. Görüyorsunuz Tokyo benim. Japon yeməkləri satırlar burada. İtalyan delikatesleri. Böyle kalbasalar, ət məmulatları. Spirtli içkiler de var. Hey hey. Ama çok güzel düzeldiler. Nümayiş süper. Ve çok kiçik, şirin yerdi. Burada oturup nəsə yeyib içə bilərsiniz. Burada restorandır. Bufedir, 145 krona. Əla qiymətdir. Uşaqlara hətta yazılıb ki, yarı qiymətdir. Aşağı mərtəbə də olmalıydı. Hə, buradan düşülür aşağı. Digər tərəfləri göstərmədim, istəyirsiniz buranı da göstərim sizə. Burada da Vyetnam yeməkləridir. Belə yeməklər var burada. Özlərinin xüsusi soslarıdır. Belə yeməkləri var. Burada da pirojnalar var. Belə pirojnalar içi kremli. Belə deməli dənəsi 35 kron, 5 dənəsi 150 kron, 10 dənəsi 290 kron. Yaxşı qiymətli. Hey. Burada da cürbəcür dadlarda dondurmalar var. Mangolu var, çiyələkli var, bounty'li var. Elə bounty'ni də üstünə qoyublar dondurmanı. Maraqlı görsənir. Belə dondurmalar var. Düşək buradan aşağı. Burada aşağı mərtəbələrdə də belə eyni şəkildə İsveçin öz yerli milli məmulatları var. Yerin adı Hötorget zalı deməkdir. Buradan gəlib dəfələrlə mən balıq məmulatları almışam. Lobster, xərçəng, kiçik belə krevetkalar. Baxın, burada da dəniz məmulatlarından salatlar var. Yeməklər var. Forel balığının ikrası. Yəni 100 qramı 190 kron. Biraz yüksəkdir, amma normaldır. Yəni bu qiymətlər normaldır. Onu da deyim ki, bunlar təmiz ikralardır. Belə ikralar da var. Bunlar bizim Xəzər ikraları kimidir. Baxın. Qiymətlər də 30 qramı, ən ucuzu 700 krondur. Bunlardan almışam bir givə. Çox gözəldir. Qızıl balıq. Bu da qızıl balığın doğramışlardır. Siz ona deyim ki, yəni burada olan mallar market mallarından bahadır. Yəni bura normal market qiymətləri deyil. Həm şəhərin mərkəzidir, burada həm də ki set deyil. Burada hər kəsin öz şəxsi dükanıdır, hər kəsin öz şəxsi biznesidir burada. Gəlib qoyurlar özlərinin yetişdirdiyi və yaxud da saxladığı heyvanların ətlərindən
satırlar burada. Bunlar adi mallardır. Bunlara inanmıram. Özləri yetişdiriblər, amma yenə də baha satırlar. Təbii ki, buraya gələn turistlər... O, taksimekkə. Dedi falafeldir, bu dadına baxaq. Allah. Bu ət deyil. Falafel bilmirəm nədən hazırlanır. Əsasən ərəblər hazırlayırlar bu yeməyi. Amma qəşəng dadı var. Təzə pişib özü də istidir. Əladır. Belə dolmalar var burada. Konservləşdirilmiş. Bu qardaşlar ərəb idi deyəsəm. Belə gözəl şirniyyatlar. Baklavalar. Gedib ətləri göstərim sizə. Burada ət məmulatlar var. Bura mənim favorit yerimdir. Ətsiz yemək yedim, elə bir yemək yeməmişəm. Bunlar mal ətidir. Mal ətinin müəyyən hissələridir bunlar. Hey. Çox gözəl ətlərdir. Qiymətləri çox bahadır. Baxın, 800 krondur bu kilosu antrikon. Antrikot tərəfidir. Bunlar da hamburgerlərdir. Mal ətindən hazırlanmış hamburgerlər. Bu gördüyünüz, bu daş kimi gördüyünüz əslində duzdur. Himalay duzudur. Çox xeyirli duzdur. Onu da deyim. Burada ədviyyatlar var. Qurudulmuş əncir, fındıq, badam. Gözəl, bunlar fransız pendirlərdir. Gördüyünüz kimi burada çox dükanlar var. Gəzib bir baxmaq olar. Burada da əgər bildiyiniz dükan və ya restoran varsa, yerini tapmağa çalışırsınızsa, adını burada tapıb, misal üçün deyək ki, burada görürsünüz, Türkiska deli yazılıb, yəni Türk delikatesləri. Görürsünüz burada, misal üçün, nömrə 19 hardadır. Burada da xəritədə tapmaq olur, hansı dükan, hansı tərəfdədir. Belə rahat tapmaq olur. Burada da çaylar var, kofelər var, şirniyyatlar var, espresso. Burada da spirtli içkilər. İsveçdə hər dükandan spirtli içki ala bilmirsiniz. Çünki burada ancaq bu gördüyünüz Systembolaget şəbəkəsi spirtli içkiləri satır. Əgər çıxıb marketə geçsəz ki, mən oradan misal üçün belə çaxır alım və yaxud da araq alım, tapa bilməyəcəksiniz onu. Ancaq və ancaq Systembolaget o da ki, həftənin 6 gününü işləyir, bazar günləri bağlı olur. 6-cı günlərdə saat 3-ə qədər işləyir. Normalda səhv eləmirəmsə 7-yə qədər açıq olur Systembolaget. Marketlərdən ancaq yüngül pivələr, 3,5% pivələr ala bilərsiniz. Yəni yüngül spirtli içkilər. Əsas ağır spirtli içkilər Systembolagetdə satılır. Adını da yadınızda saxlayın. Budur. Systembolaget. Burada da gözəl belə salatlar. Hazır belə taxtadan şişə vurulmuş toyuqdur bu. İstəyən alıb özü pişirir. Belə dolmalar var burada, hazır dolmalar. Tərkibində hər şey var, amma ət yoxdur. Bunlar yalançı dolmalardır. Düyüdən hazırlanmış dolma idi.
Burada da dolmalar var. Tərkibi yazılmayıb, inanmıram. Məncə ətlə olan dolmaları ancaq biz pişiririk Azərbaycanlılar. Bizim yeməklərimizdən yoxdur, valla. Yəni, nəyimiz olmasa da yeməyimizə heç kim çata bilməz. Heç bir ölkə bizim yeməklərimizə çata bilməz. Burada da türk, görürsünüz, Ankara kebab. Bura türklərin restoranıdır. Burada da belə fast foodlar satırlar. Dönərləri görürsünüz orada, dönər kəsirlər. Türk yeməyi yemək istəyən burada var. Şəhərin tam mərkəzində. İnşallah deyirəm, Allah sizə də qismət eləsin, imkan yaratsın. Siz də çıxın, gəzin dünyanı. Yəni, imkan daxilində. İnsana elə ancaq gəzmək qalır. Çıxıram buradan, gedək, biraz küçələri göstərim sizə. Həm biraz isindim, bayaqdan donurdum bayırda. Çox soyuqdur hava, həqiqətən. Sağ buradan. Mən hər tərəfi gəzmədim. Orada başqa dükanlar da var idi. Yəni, bildiyiniz xırda dükanlar, şirin, balaca, belə gözəl. Christmas ərəfəsində gözəl bəzirlər içərini. Yəni, bu hissəni. Bu tərəfdə Drottningens Gate olmalıdır. Yəni, Kraliça küçəsi. Mərkəzi küçələrindən biridir. Bizim Targovi küçəsi kimi təsəvvür eləyin. Elə bir küçədir. Bura əslində belə maşınla girmək olmaz. Amma ki, bu maşınlar nədir? Bu dükanlara, buradakı dükanlara mal gətirirlər. Və yaxud da ki, burada işlər olanlar ancaq bura girə bilir. Şəhərdə maşın saxlamaq, parkovka yerləri çox bahadır. Həddindən artıq bahadır ya. Kimsə fikirləşsə ki, mən gələrəm Stokholma, orada maşın kirayə götürərəm, daha rahat gəzərəm. Yəni, mənim fikrimcə, mənim şəxsi fikrimcə eləməyin elə şey. Çünki sərf eləmir. Metroya minin, elə metro hər yerə aparır sizi. Lazım olan yer hər yerə yaxın da olsa. Siz onsuz da bura gəzsəz buraları, məncə elə mərkəzi görəcəksiniz. Lap deyək ki, mərkəzdən qırağa da çıxsaz, avtobus, başqa qatarlar, elektrikalar hər yerə gedir. Yəni, əslində burada maşına heç ehtiyac yoxdur. Həqiqətən maşın lazım deyil. Həm yanacaq bahadır, həm parkovkalar bahadır, həm şəhərə giriş-çıxış da pulludur, yəni onu da deyim. Səhər saat 7-dən axşam saat 7-yə qədər şəhərə giriş-çıxış pullandır. Yəni, o da var. Yəni, bunu da nəzərə alın. Kimsə bura gəlib maşın götürmək istəsə kirayə. Belə balaca şirin dükan. Kofelər satırlar. Belə içkilər satırlar. Burada menyunu da qoyurlar. Qiymətlər də yazılıb. Bura bildiyiniz bizim Nizami küçəsi oxşayır. Bu o tərəfi də var. Bayaq görürsünüz orada metro çıxışı yuxarı tərəfidir. Tez sentralın yuxarı tərəfidir. Oradan çıxıb belə düz uzun bir küçədir. Buranı mən yeni ildən qabaq bir ət çəkmişdim. İndi burada videonun yuxarı hissəsinə qoyacağım. Kim istəyər o videoya baxa bilər. Video yuxarı tərəfində belə qara bir şey çıxacaq oradan görəcəksiniz. Onun üstünə basıb digər videoya da baxa bilərsiniz. Bura haqqında, Stokholm haqqında Christmas ərəfəsində çəkdiyim videoya. Belə dükan var burada. Şirniyyat dükanıdır. Bura soğurma şirniyyatlardır. Uşaqlar sevirlər. Hətta böyüklər də sevirlər. Girib buradan belə şirniyyatlar. Həm şokolad var, həm də nə deyirlər buna? Jolibom şirniyyatları. Belə soğurmalar da var. Soskaya oxşayırlar. Gözəl işıqlarla da bəzəyiblər. Bu küçə uzundur, gedir tam o başa qədər. O tərəfdə yol bitəndən sonra maraqlı heç nə yoxdur. Maşın küçəsinə çıxırsan.
Böyle paltar dükkanları var. Çox soyuq da var. Gördüyünüz bu kruq əslində fontan kruqudur. Burada axşamlar fontanlar işləyir. Çox gözəl olur işıqlarla böyle yuxarı. Amma indi qış olduğu üçün məncə istifadə eləmirlər. Çünki görürəm orada qar da var. Yəni bu o deməkdir ki, heç istifadə olunmur qış fəslində. Bu da şəhər elektriskasıdır. Yanımızdan keçdi. Bura teatra girişdir. Stat teatr, şəhər teatrı mənasını verir. Belə gözəldir bura. Sizə bayaqlar dediyim qaleriyan buradır. O hissədədir. Hal-hazırda indi sizin üçün küçələri çəkirəm. Sonra vaxt qalsa girərəm qaleriyana. Belə küçələr var. Buradan düz gəzə-gəzə gedəndə irəli tərəfdə saray var. Oranı çəkib göstərdim sizə. Və sarayın bir hissəsi görsənir. O binanın arxa tərəfində. Burada muzey de var bu binada. Kiçik bir muzeydir. Giriş oradan aşağıdandır. Buradan da desen olur giriş. Buraya iki cür gəlmək olur. Həm T-Sentral metrosundan da gəlmək olur, həm də Qamastan metrosundan çıxıb bura gəzə-gəzə gəlmək olur. İstəyirəm gedim qaleriyanı da çəkim sizə, içərini göstərim. Həm biraz isinərəm. Əllərim də dondu, qulaqlarım da dondu. Ben görürəm elə qızarıb qulaqlarım. Girib içərini çəkərəm, biraz da isinərəm içəridə. Nəsə içməyə də bir şey alaram, isti bir şey. Biraz isinərəm. Bura artıq qaleriyandır. İstəyirəm bura içərini də biraz göstərim sizə. Girək içəriyə baxaq. Acaba yaxşı istidir içəri. Bura restorandır. Bu şəkildə görsənib, pləkan şəklində. Burada da eynisidir. Oradan sifariş eləyib, sonra gəlib burada oturub yemək olur. Teatr oturacaqları şəklindədir. Yəni, bura bildiyimiz alışveriş mərkəzidir. Böyle uşaq oyuncaqları. Aksesuarlar var burada. Bijuteriydi. Buradaki vitamin satılır burada. Böyle sandviç, şirniyat, salatlar. Şimdi birazdan buradan kofe alacağım ben. Burada game dükkanıdır. Hala aşağı mərtəbəsi də var. Burada da Ikea'dır. Şuraya göre aşağıda ne var? Burada metro girişidir. Bura artıq Kungsla Gordon metrosunun digər girişidir. Sonra getməyi
ehtiyac yoxdur. Burada IKEA-nın başqa bir girişi. Parfümeriya dükkanı. Kicks İsveç'te ən tanınmış parfümeriya dükkanıdır. Yəni, bilirsiniz, burada Guldfund İsveç'in ən tanınmış qızıl dükkanlarındandır. Burada geyim dükkanıdır. Buranın ikinci mərtəbəsi də var. Digər tərəfləri də var. Amma istəyirəm çıxım biraz küçəni göstərim sizə, küçələri. İstədiyiniz kimi. Bunu təzə düzəldiblər, heç əvvəl yox idi. Nə məna verir bilmirəm. Təzə bir şeydir bu. Yanına da belə ağac qoyublar. Burası Sveavägen'dir. Stockholm'un tanınmış küçələrindən biridir. Stockholm'da kimdən soruşsa Sveavägen sizi bura gətirəcək. Sentral küçələrindən biridir. Haradan gəlirsən, gəl Stockholm tərəfdən, yəni maşınla buradan rahat keçə bilirsən. Orada metrodur. Hötorget metrosu. Deməli, o küçəni aşağı düşəndə ora Östermalm'dır. Oranı mən çəkmişəm sizə. Göstərmişdim oranı, Stockholm gecə həyatı videosunu çəkəndə. Göstərdim oranı. Amma mən bu dəfə istəyirəm aşağı yox, elə düz gedək. Burada Tesla maşınlarının reklamıdır. Bu da bir robottur. Tesla robotu. Burada Tesla'nın dükkanıdır, magazindir bu. Böyle bir Tesla scooterdir. 4 tekerli. Çok güzeldir. İstedim girin bakın o maşına. Böyle kapılar var. Süper görsel. Bunun arkada oturacaqlar da var. Bagaj yerində. Yəni 7 nəfərlikdir bu. Baxmayaraq ki, maşının özü heç elə də böyük görsənmir. Çox gözəl maşındır. Allah hamıya qismət eləsin. Belədir. Qapısını açıb toxunmaq istəmirəm. Əslində aça bilərəm, amma dəyməsəm yaxşıdır. Davam eləyək biraz yolumuza. Axşam vaxtıdır deyə artıq saat neçə oldu? Saat 4-ə işləyib. 4-ün yarısı olur. İnsanlar yavaş-yavaş işdən çıxır. Ona görə trafikdə biraz canlanma var. Hətta biraz keçsin yollarda biraz yüngül probka da olacaq.
Subway restoranı var. Burada da fast fooddur. Burada bərbərxanadır. Buranın təzə açıblar, bu əvvəl yox idi. Gözəl bərbərxanadır bura. Çox maraqlı dizaynı var. Görürüm bayırda. Bu da Kitayski restorandır. Qiyməti. Birinci, dördüncü günlər saat 5'in yarısından 10'un yarısına kadar 269 kron. Diğer günleri 279 kron. Ara günleri daha ucuz demək. Lunch vaxtındakı 160 kron. Saat 3'e kadar. 11'in yarısından. Özde bufedir bura. Yani istediğiniz kadar yiyebilirsiniz. Böyle yemekler var. Çok tatlı yemekler olur. Ha, onu diyeyim. Hərçənd bizim lülə kebabımız, tikəmiz, dolmamız, pitimiz qədər dadlı olmasa da, yəni yeməyə dəyər. Yemək olar. Bu yol uzanır ta qabağa qədər. Orada irəlidə metro var. Ben size biraz buraları da göstereyim, size bu tarafı. Bu kilsəni göstereyim, həyətini göstereyim. Həyətində qəbristanlıqlar var. Bu kilsə də çox qədim kilsədir. Bu da ki, burada iştiraf yazır maşına. Deyəsən, parkovkalarının vaxtı keçib, ya səhv saxlayıblar. İştiraf yazır. Bura qəbristanlıqdır. Şəhərin düz içində. Amma insanlar yenə də gəzirlər burada. Görürsünüz, bu kişi itlə girdi bura. Bilmirəm nə dərəcədə doğrudur, düzgün hərəkətdir, bilmirəm. Amma məncə hətta burada yazmışdılar da ki, bura itlə girmək olmaz. Ona görə bu dayday düz eləmədi. Çünki buradakı ölülərə hörmətsizlikdir. Heyf. Hələ deyəm burada itlə. Burada bu kilsəyə girəcəkdi. Heç kim yoxdur burada. Kapı da açıq idi, girdim.
Hara getdim bir maraqlı yer tapıram da. Burada heç vaxt girməmişdim. İlk dəfə də girdim bura. Burada belə şamlar var. 5 krona satırlar. Burada ödəyirsən app vasitəsilə. Belə hər dildə bilgi kağızları var. İspan dilində, İtalyan, Fin dilində, İngilis dilində, Alman dilində. Bu gördüyünüz qab 1688-ci ildə Ulus Kapelə hədiyyə olunub. Yəni bu kilsəyə hədiyyə olunub. 1688-ci ildə. Bu çox qədimdir. Gecə ayinləri keçirilərkən içərisinə çaxır süzüb içirlərmiş. Çaxır süzüb deyəndə, yəni bilirsiniz də, bilmirəm kilsələrdə görmürsünüz, belə ayinlər olur ki, çaxır bir də ki, balaca çörək yeyirlər. Çaxır İsa Peyğəmbərin qanını, çörək də bədənini təmsil edir, əgər mən səhv bilmirəmsə. Böyle bir sandık da var burada. Bağlıdır. Bu tərəflərdəki məzarlıqlardır. Bu məzar 1823-cü ilin məzarıdır. Bu məzarın üstündə yazılanları oxumaq olmur. Burada həm qədim məzarlar var, həm də təzə məzarlar var. Təzə məzar, misal üçün bu 2000-ci ilin məzarıdır. Bu isə çox qədim məzardır. 1888-ci ilin məzarıdır bu. 1813-cü ildə doğulub, 1888-ci ildə ölüb. Yəni bu kiminsə məzarıdır, çox qədim məzardır. Yohanna, qadın məzarıdır bu. Bu 1977-ci ilin məzarıdır. Karl Bernhard Öster. 1912-də ölüb, yox, üzr istəyirəm, 1912-ci ildə doğulub, 1977-ci ildə ölüb. Belə, buranı da göstərdim sizə. Artıq axşam olur. 2 saatdan çoxdur ki, bayırdayam. Gəzirəm buraları. Məncə, bugünlük bəsdir. Daha çox yerlər göstərərəm sizə. Yəni, onsuz da mən burada yaşayıram. Heç yerə qaçmıram. Daha çox yerlər çəkib göstərəcəm sizə. Gələn dəfə şəhərə çıxsam çəkilik üçün daha mənzərəli, gözəl yerlər göstərəcəm sizə. İndi hal-hazırda biraz bu ətrafı göstərdim. Hava da çox soyuqdur. Əllərim, qulaqlarım donub. Qar da başlayır, baxın. Yavaş-yavaş yağır qar. Həmişə mənə bəxtimdə mən bayıra çıxanda qar yağır. Amma yaxşıdır, yəni gözəl görsənir. Dostlar, bir də onu deyim sizə ki, kanalımda bildiriş butonunu aktiv eləyin. Ki, mən hər dəfə video paylaşanda sizə bildiriş gəlsin. Çünki çox adam deyir ki, mən video qoyanda xəbərləri olmur. Çünki bildiriş butonuna basmırlar. Gərək o zəng işarəsi var, onu aktiv eləyəsiniz.
Yoxsa video yükləndiyidə xəbəriniz olmayacaq.